Xana, o nurlu təbəssümlü üzvə baxıb səni salamlayıram. Cəllabad qaziləri adından, Cəllabad ağsaqqalları, döyüşçüləri adından. Sən həmişə bizim qəlbimizdəydin, baharlıda yaşayırdın. Lakin bugün sən bizim qəlbimizdə yaşayırsan, özün də, ruhun da Allah dərgahında cənnət gülləri eləyir. Mən həmişə Ağdama gələndə sənin qızın toyunda da belə deyirdim ki, mən özüm Ağdamlı sayıram. Ağdamın imkan olsa mən Ağdamlı sakini olaram. Lakin bugün mən özümü Baharlılı sayıram. Ağdam qalsın o tərəfdə. Sən elə bir ad qoyub getdik ki, sənin haqqında danışmamaq o bir günah olardı. Təkcə Cəllabad vətənsevərləri, Cəllabad xanı sevərləri bəlkə də kifayət edər, onların duası, onların sevgisi, ona sənə olan sayğısı, sənə dəyər verməyi ki, balaların Allah qoysa inşallah bizə bir əmanətdir. Sənin məzarın bizim üçün ziyarətgah, ocağın, evin bizim üçün bir ocaqdır. Allah qismət eləcək, həmişə nə qədər həyatda var o, gəlib səni ziyarət eləyərik və mən vaxtınızı çox almıram. Həsənə söz vermişdim, bir xəncər özüm düzəltmişdim, yəni onu verirəm Həsənə. Biz igidlərə silah verərik. Həsən, gör nə gözəl bir şey. Ben bunu öpürəm, sənə də verirəm, götür. Bu bir silahdır. Vaxtilə parçalanmış torpaqları əsirlikdə olan Azərbaycan dövləti bu günləri dünyanın mənim zənimcə ən qüdrətli dövlətidir. Bütün torpaqlara sahib dövlətdir. Bugün bizim başımız, dur igid, dur. Bugün başımızın üstündə sənin atanın, bizim qazilərimizin qanı ilə boyanmış bayraq dalğalanır. Silah verilib sənə. Bu silahla həmişə o bayraq uğrunda qan tökməyə, can verməyə hazır ol. Lazım olsa öl o bayraqdan. Çünki sənə qazilər tərəfindən, Cəllabadlar tərəfindən bir silah verilir. Gözəl bir şeydir. Əlimin qanı ilə də boyanıb, əlimi də kəsə-kəsə onu düzəltmişəm sən üçün sevə-sevə. Bil ki, bundan sonra həyatda bu bayrağımıza, bu ali millətimizə ki, atan və bizlər 30 illik müqəddəs Qarabağ savaşı döyüşçüləri dünyaya elan edilər, sübut elədilər ki, biz ali millətin övladlarıyıq. Bu ali millətə layiq övlad ol, vətəndaş ol, sənə uğurlar diləyirəm. Gəlb sən alından da öpürəm. Mən biraz bir iki kəlmə deyəcəkdim, keçdi çünki reklam etdik o